Salam əziz valideynlər və şagirdlər. Artıq 6-cı bölmədəyik. Vətənim Azərbaycan bölməsi. Gəlin vaxt itirmədən tapşırıqlara baxaq. Şəkillərə baxın və gördüklərinizi müqayisə edin. Sizcə balıqlar üçün doğma yer haradır? Akvarium yoxsa dəniz? Əlbəttə ki, dəniz olar, çünki balıqlar dənizdə çox rahatca, geniş bir şəkildə üzə bilirlər. Bəs quşların doğma məskəni haradır? Qəfəs yoxsa səma? Təbii ki, səmadır, çünki səmada rahatca uça bilirlər, heç bir maneəyə rast gəlmirlər. Amma görürsünüz, qəfəsdə belə balaca bir qabda sıxışıb qalıblar. Şeiri oxuyun, şəklə əsasən şeiri davam etdirin. Sizcə arı, quş, kəpənək nə deyərdi? Şeirdə burada deyir ki, ağac dedi torpaqdır, quzu dedi çəməndir, yarpaq dedi budaqdır, insan dedi vətəndir. İndi bizdən soruşur ki, arı, quş, kəpənək nə deyərdi? Arı görürsünüz ki, onun üçün öz yuvası pətəkdir. Yəni arı yuvası, pətək arı yuvası deməkdir. Bəs quş nə deyərdi? Quş deyərdi ki, səmadır, göy üzüdür. Daha sonra kəpənək nə deyərdi? Kəpənək isə çiçəklər deyərdi. Görürsünüz, şəkillərdə də kəpənəklər çiçəklərin ətrafında uçur. Burada bizdən istəyir ki, dinləmə mətninə qulaq asaq və Lalə hansı şəkildə öz vətəndə təsvir olunub, onu tapaq. Mən dinləmə mətnini oxuyacağam, siz də qulaq asın. Lalənin atası musiqiçi idi. İşi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər edirdi. Tətildə atası Laləni də özü ilə Londona aparmışdı. Laləyə tanımadığı yerlər çox maraqlı idi. Fərqli dildə danışan insanlar, hündür binalar, parklar, teatr, əyləncə mərkəzləri və s. Bir neçə gün keçdi. Lalə evləri, ailəsi, dostları üçün darıxmağa başladı. Ətrafındakı uşaqlarla heç cür dostlaşa bilmirdi. Hamısı başqa bir dildə danışır, Laləni başa düşmürdülər. Lalə artıq evlərinə, ailəsinin, dostlarının yanına, bir sözlə vətəninə qayıtmaq istəyirdi. Demək belə, Lalə hansı şəkildə öz vətənində təsvir olunub? Bax, bu şəkildə. Elə üz ifadəsindən də bilinir. Baxın, burada çox üzgün görsənir, burada isə çox xoşbəxtdir. Keçək B variantda tapşırığa. Mətni oxuyun, hadisələrin baş verdiyi yerə diqqət edin. Şah və bağban. Şah və adamları gəzintiyə çıxmışdılar. Xeyli gəzib bir kəndə çatdılar. Kənd daşlı, qumlu ərazidə idi. Heç bir həyətdə ağac görünmürdü. Kəndin ayağına çatanda gözlərinə inanmadılar. Burada başdan başa yaşıllığa bürünmüş gözəl bir bağ var idi. Şah dedi, gedin bu bağı yaradan adamı mənim sarayıma gətirin. Bunu deyib şah öz yoluna davam etdi. Şahın adamları bağbanın yanına gəlib dedilər, şah bizi sənin dalınca göndərib. Bu gündən şahın bağbanı olacaqsan. Bağban etiraz etdi. Mən yaşlı adamam. Bu yaşımda el obamdan ayrıla bilmərəm. Məndən şaha bağban olmaz. Deməli, sizcə bağban şahın sarayına niyə getmək istəmirdi? Bağbanın yerində olsaydınız, siz şah sarayına gedərdinizmi? Bağban şahın sarayına ona görə getmək istəmirdi ki, baxın burada da deyir ki, mən yaşlı adamam, bu yaşımda el obamdan ayrıla bilmərəm. El obasından ayrılmamaq üçün, ayrıla bilmədiyi üçün şahın sarayına getmək istəmir. Bağbanın yerində olsaydı, siz şah sarayına gedərdinizmi? Buna da siz özünüz cavab verərsiniz. Hekayənin ardını təxmin edin. Sizcə bundan sonra hadisələr necə davam edəcək? Böyük ehtimalla şah bağbanı razı salacaq bir şəkildə və bağban gedib onun da bağını gözəlləşdirəcək. Deməli, mətnimiz buradadır. Davamı görək hələ nələr var davamında. Şahın adamları bağbanı zorla faytona mindirib saraya apardılar. Bağban şahın bağını gözəlləşdirmək üçün çox çalışdı, ancaq öz bağı kimi bağ yarada bilmədi. Şah bağbanı yanına çağırıb soruşdu. Sənin yaşadığın kənd daşlı qumlu yerdir, amma orada gözəl bağ salmısan. Buranın torpağı isə bərəkətlidir. Niyə buranı gözəlləşdirə bilmirsən? Şahım, mən o kənddə doğulub böyümüşəm. Oranın qumunu da, daşını da sevirəm. Mən torpağa, bağa olan sevgimi doğma kəndimdə qoyub gəlmişəm. Ona görə də buranı sevə bilmirəm. Səbəbi budur. Şah etdiyi əməlinə görə xəcalət çəkdi. Bağbanı vətənindən ayırdığı üçün ondan üzr istədi, onu hörmətlə öz kəndinə yola saldı.
Deməli, şahın adamları bağbanı hara apardılar? Şahın adamları bağbanı şahın sarayına apardılar. Bağban şahın bağına necə qulluq etdi? Bağban nə qədər istəsə də öz bağı kimi eləsin, amma bacara bilmədi. Öz bağı kimi gözəl eləyə bilmədi şahın bağını. Şah bağbandan niyə üzr istədi? Çünki şah yanlış hərəkət elədiyini anladı. Bildi ki, onu öz doğma kəndindən ayırıb, yurdun yuvasından ayırıb və bunun üçün çox peşman olub üzr istədi. Mətndə əsas fikri müəyyən edin. Əsas fikir vətəninə, yurduna, yuvasına bağlılıq, öz vətənini sevmək. Əsas fikir budur. Bağban öz kəndini, el obasını, torpağını, bağını sevir. Bu onun hansı xüsusiyyətlərini göstərir? Tamahkarlıq olmaz. Çünki tamahkarlıq nə idi? Acgözlük idi. Zəhmətkeşlik, bu da olmaz. O zəhmətkeş idi, amma bu sualda onun zəhmətkeşliyi göstərilmir. O vətənpərvər idi. Çünki el obasını, torpağını çox sevirdi. Belə hekayə qurmaq olar. Məsələn, bir gün şah bir bülbül tutub qəfəsə qoyur. Görür ki, bülbül çox qəmgindir, oxumur. Daha sonra o qərara gəlir ki, bülbülü azad eləsin. Bülbül azad olandan sonra öz doğma vətəninə, yəni Çolluqlara qonaraq nəğmə oxumağa başlayır və çox şən, xoşbəxt olur. Bu şəkildə belə qısa bir nağıl qurmaq olar. Şeirləri oxuyun, vətənpərvərlik mövzusunda olan şeirləri seçin. Şeirləri bir-bir oxumaqla vaxt itirməyək. Burada vətənpərvərlik mövzusunda olan şeir bir budur, bir də budur. Baxın, hər ikisində vətəndən söhbət gedir. Qruplarla işdə, sinifdə öz sinif yoldaşlarınızla bərabər eləyəcəyiniz bir işdir. Burada istəyir ki, şeirlərdən biri üzrə aşağıdakı suallara cavab verəcəksiniz. Qafiyə nədir? Misraların sonunda oxşar səslənən sözlərdir. Məsələn, burada arxam, qalxam, daha sonra dolar, solar, dağdır, bağdır. Bu şəkildə. Qafiyə bu deməkdir. Siz də bu 4 suala cavablar verərək tapşırığı həll eləmiş olacaqsınız. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşürük və bağban mətnini aşağıdakı plan əsasında nəql edin. Baxın, burada 5 dənə plan verilib. Bu planlar əsasında siz verilən mətni qısa şəkildə nəql edəcəksiniz. Şahın gəzintisi, bağbanın şahın adamlarına cavabı, bağbanın şahın adamlarına cavabı nə oldu? Bunu qısa şəkildə deyəcəksiniz. Bağbanın şah sarayına aparılması necə aparıldı? Bağban şah sarayında neynədi? Bunları danışacaqsınız. Sonra şahla bağbanın söhbəti, yəni mətnin sonu. Bunları qısa şəkildə danışaraq nəql eləmiş olacaqsınız. Deməli, şəkillərdən və açar sözlərdən istifadə etməklə hekayə qurun. Şəkillərdə görürsünüz, baxın, şahdır, qəfəsdə quşdur, sonra qəfəsdən quşu buraxır, daha sonra quş oxumağa başlayır. Sözlərimiz nədir? Qəmgin, bülbül, şah, qızıl qəfəs, tutmaq, uçmaq, azad etmək və s.